Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Milliyetçilik öz-özünə sayğıya layiq, hətta möhtəşəm bir hadisədir. Ona görə bu duyğu millətlərin həyatında bir zərurətdir. İnsan ruhunun təkamül tarixində dindən sonra gələn ikinci böyük mərhələdir. Tarixdəki ən böyük qəhrəmanlıqların arxasında hər zaman bu duyğu, yəni milliyetçilik dayanmışdır. Bundan sonra da dayanacaqdır. Bir millət bu duyğunu itirirsə, yenidən yabancıların boyunduruğu altında inləməkdən qurtula bilməz. Çünki özünü müdafiə etməyi unudan bir millət tez ya gec başqasının iradəsinə təslim olar. Bu sözlər bir millətin 100 il öncə söylədiyi, bugün hələ də yeniliyini qoruyan haraydır. Və bu harayla fəryadı atan adamın adı Şuşanın daşlarına, Bakının xiyabanlarına, İstanbulun kitabxanalarına həkk olunmuşdur. Əhməd Ağaoğlu. Bir əsr öncə Bakının xiyabanlarında əks səda verən bir səs vardı. Bugün mikrofonun qarşısında o səsin izindən gedəcəyik. Araz News radiosuna xoş gəlibsiniz. Mən Altay Urmulu. Azadlıq və ədalətin bu yeni bölümündə sizi kimliyini axtaran bir gəncin, qələmi ilə bir milləti oyandıran bir yazarın və silahlı dirənişi təşkilatlandıran bir liderin hekayəsinə aparıram. ...1869-cu il. Şuşa. Qurtlar boyundan bir ata, Sarıcalı soyundan bir ana. Adət-ənənələrə möhkəm bağlı bir ailə. Kiçik Əhməd bəy öncə məhəllə məktəbində oxudu. Sonra anasının israrı ilə rusca öyrəndi. Ardından Riyalı məktəbinə göndərildi. Təbiət elmləri ağırlıqlı bu məktəb şəhərin erməni məhəlləsində qurulmuşdu. 45 şagirdin yalnız 5-i müsəlman idi və erməni öğrencilər bu 5 uşağı hər fürsətdə incitirdilər. 4 yoldaşı bu baskıya dayana bilmədi. Məktəbi tərk etdi. Əhməd bəy qaldı və o illərdə çəkdiyi acı ona haqsızlığa qarşı bir etiraz ruhu qazandırdı. Bu duyğu ömrü boyunca onun peşini buraxmayacaqdı. İllər sonra üniversitet ya bilim yurdu və ya danışgaha hazırlıq zamanı girdiyi bir imtihanda onu Yəhudi sanan bir öğretmenin qəsdli tutumu ilə üzləşdi və o imtihandan keçə bilmədi. Artıq burada qalmaq üçün yetərli maddi imkan da yoxdu. Gənc adam Parisə getdi. Paris ona iki şey verdi: dərin bir bilik birikimi və daha da dərin bir kimlik sorğulaması. Sorbonda öncə Şərq Dilləri Fakültəsində dərslərə girdi. Sonra hüquq oxudu. Orada 3 ad onun düşüncə dünyasını kökündən dəyişdirdi. Fars dili profesoru James Darmstadt, ünlü bir dərginin redaktoru Juliet Adam və dövrün ən danışıqlı düşünürlərindən biri olan Ernest Renan. Renan'ın dinlər tarixinə dair yazdıkları gənc Əhmədin beynində bir fırtına qopardı. O illərdə Ağaoğlu özünü Paris çevrələrində Fars mədəniyyətinə mənsub bir aydın kimi tanıtırdı. Ətrafında Şiə təsiri güclüydü. Özünü Ariyayı irqə aid sanmaq ona bir imtiyaz hissi verirdi. Renan'ın təsiri ilə öncə Farsların Hind-Avropa kökünü müdafiə edən, Şiəliyin milli bir din olduğunu irəli sürən yazılar yazdı. Ancaq bu tez uzun sürmədi. Qısa zamanda bu düşüncədən tamamilə uzaqlaşdı. Farsların İslam tarixindəki rolunu artıq başqa bir gözlə sorğulamağa başlamışdı. Bir kimlik belə inşa olar. Qırılaraq, yenidən düşünərək, acı ilə yoğrularaq. Şuşadakı bir uşağın yarası Paris'te bir düşünürün
qələmi ilə biçimləndi. O qələm bir neçə il içində Türk millətinin öz səsinə dönüşəcəkdi. 6 illik Paris həyatından sonra Ağaoğlu öz vətəninə qayıtdı. Öncə Tiflisdə öyrətmənlik etdi. Öz qəzetini çıxartmaq istədi. İcazə vermədilər. 1898-də Bakıda onun qarşısında bir qapı açıldı. Kaspi qəzeti. Əlimərdan Topçubaşovun redaktörlüyündə yayımlanan bu nəşr orqanı dövrün ən təsirli milli mətbuat mənbəyinə çevrilmişdi. Ağaoğlu burada onlarla məqalə yazdı. Ancaq önəmli olan hansı mövzuları seçdiyi deyil, onlara necə baxdığı idi. O dini bir vaiz kimi deyil, millətin siyasi gələcəyini düşünən bir aydın kimi yazırdı. Qələmi kəskin idi, əff etmirdi. Dövrün din adamlarından milləti təriqətlərə, məzhəblərə bölən dar baxışlarını tənqid etdi. Ona görə bu bölünmələr millətin gerçək düşmənini görməsini əngəlləyən bir pərdə idi. Farsların İslam tarixindəki rolunu artıq məsafəli, tənqidi bir gözlə işləyirdi. Hədəfi din mücadiləsi deyil, öz millətinin kimliyini başqa bir millətin kölgəsindən çıxartmaq idi. Bir məqaləsində Türk-Tatar xalqlarının öz əlifbasının olub-olmadığını sordu. Qırğız və Uyğur boylarının 100 illər öncəsinə uzanan yazı gələnəklərini gün üzünə çıxartdı. Bu da yenə eyni axtarışın bir parçası idi. Bir millətin öz kültürel köklərini, dini otoriterlərini inhisarından bağımsız olaraq yenidən kəşf etməsi. ...1905'te Millət və Milliyyətçilik başlıqlı 4 bölümlülük məqaləsində milliyyətçiliyin zərurətini tamamilə fərqli bir zəmində müdafiə etdi. Dini deyil, siyasi bir zəmində millətin birləşməsi üçün gərəkən yolun milliyyətçilikdən keçdiyini yazdı və dövrünün bəzi aydınlarının bu fikrə qarşı çıxışını sərt bir dillə tənqid etdi. Harun Sultanov adlı bir aydın milliyyətçiliyə ehtiyac olmadığını, sosializmin və dinin yetərli olduğunu irəli sürmüşdü. Ağaoğlu ona verdiyi cavabda amansız idi. Xəyal qurmaqla, dilək tutmaqla bir yerə varılmayacağını, milliyyətçiliyi aşıb keçmədən heç bir ictimai irəliləmənin mümkün olmadığını yazdı. Ancaq onun ən çox danışılan yazısı bizim milliyyətçilər başlığını daşıyırdı. Orada milliyyətçiliyi bir zərurət kimi tanımladı. Həqiqi milliyyətçiliyin keçmişi bəzəmək olmadığını, tarixi öyrənmənin hədəfinin ondan dərs almaq olduğunu vurğuladı. Sonra oxucusuna birbaşa səsləndi, ardıcıl suallar verdi. Əcdadımız bizə gerçəkdən nə buraxmışdır? Şəhərləri yağmalanmış, zəhmətləri əlindən alınmış bir mirasmı? Zorbalıq qarşısında geri çəkilmə adətinə görə mi yaşayacağıq? Yoxsa bizi gücsüzləşdirən o təslimiyyəti rədd edəcəyikmi? 1905'te Hacı Zeynəlabidin Təğiyevin qurduğu Həyat qəzetinin baş redaktörlüyünü üstələndiyində bu görüş artıq yetişmişdi. Aydınlar arasında iki qutb oluşmuşdu. Bir yanda milliyyətçi və xalqçı xətti müdafiə edənlər, o bir yanda kosmopolit Rus tərəfdarı bir kəsim. Ağaoğlu bu çarpışmanın tam mərkəzində idi. Ona yön verən adlardan biri idi. Onun üçün məsələ artıq hansı məzhəbə, hansı təriqətə aid olduğun deyildi, hansı səhvdə durduğun idi. Millətinin öz taleyini əlinə alması səfindəmi, yoxsa başqasının vəsaitinə razı olma səfindəmi? Bu sətirlər bir qəzet və ya bir ruznamənin köşəsində qalmadı. Bir nəslin vicdanına düşdü. Orada kök saldı və o kök bir neçə il sonra silahlı bir dirənişin toprağı olacaqdı. ...1905-ci ilə gəldiyində Qafqazda birikən gərginlik artıq partlama nöqtəsində idi.
Bunun kökündə soyut bir düşmənçilik deyil, gözlə görünən bir bərabərsizlik yatırdı. 100 ilin başında Bakıdakı 167 neft şirkətinin %33'ü ermənilərə aid idi. Yerli türklərin payına yalnız %29 düşürdü. Üstəlik bu şirkətlərin çoxu kiçik və orta ölçəkli idi. Bakının ən bahalı yerləri də ermənilərin əlinə keçmişdi. Rəsmi rəqəmlərə görə şəhərdə bir erməninin müstəqilliyindəki daşınmaz ya yer bir müsəlmana aid olandan ortalama 9 qat çox idi. Təlimdə də fərq dərin idi. 100 ilin başında Bakıdakı orta təlim qurumlarının öğrenci sayısının yalnız %4,5'ı müsəlman idi. Bu dəngesizlik və ya tənasübsüzlük öz-özünə oluşmamışdı. Rus hakimiyyəti Qafqazda güvəndiyi bir ictimai ünsür kimi erməni varlığını şuurlu şəkildə gücləndirmişdi. Neft imtiyazlarından ticarət rahatlıqlarına qədər çox sayda sahədə. Osmanlı topraklarında silahlı mücadilə təcrübəsi qazanmış Daşnaksion kimi təşkilatlar bu əlverişli zəmin üzərində Güney Qafqaza yerləşdilər. Burada öz siyasi şəbəkələrini qurdular. 6 fevral 1905'te Bakıda bir müsəlmanın öldürülməsi ilə başlayan hadisələr 3 gün sürən silahlı çarpışmaya və yağmaçılığa çevrildi. Rəsmi rəqəmlərə görə 249 nəfər həyatını itirdi. Gerçək sayısının bundan çox olduğu bilinir. Hadisələr Naxçıvana, yenidən Bakıya, Şuşaya, Gəncəyə, Qarabağın dörd bir köşəsinə yayıldı. Bir il yarım içində hər iki tərəfdən cəmən 10 minə yaxın insan həyatını itirdi. Dövlət qurumları tərəfsiz qaldıqları görüntüsünü verməyə çalışdılar. Ancaq Daşnaksotyonun müsəlmanlara dağıtdığı bəyannamələrin dili tərəfsizlikdən çox uzaq idi. Hazır olun, torpaqlarınızı qanınızla sulayacağıq, cəsədlərinizi bütün dünyaya saracaq odlara verəcəyik deyirdi onlardan biri. Türk milləti bu hücumlara təşkilatsız, savunmasız və ya müdafiəsiz yaxalanmışdı. Bu hazırsızlıq itkilərin bu qədər ağır olmasının başlıca səbəbi idi. Və tam bu nöqtədə bir gerçək artıq hər kəs üçün aydınlaşırdı. Bir millətin varlığını qoruması nə mərhəmət dilənməklə, nə də ədalət gözləməklə mümkün idi. Özünü müdafiə etməyi öyrənmək, təşkilatlanmaq, tək başına ayaqda dura bilmək, bunlar artıq bir seçim deyil, bir diri qalma məsələsi idi. Bu ehtiyacı ən dərin şəkildə hiss edən adlardan biri, gəncliyində dışlanmanın acısını dadmış Əhməd Ağaoğlu idi. Millətini müdafiə etmək üçün hərəkətə keçən ilk adlardan biri oldu. Haqqını verelim, bəlkə də birincisi idi. Bakı qətliamlarından bir neçə gün sonra Gəncədə 2 bəyannamə dağıdıldı. Rus yönetimini dərindən narahat edən bu mətnlərdə deyilən bu idi. Bir millət öz taleyini öz əli ilə müdafiə etməyi öyrənmədiksə, heç bir güc ona mərhəmət göstərməyəcək. Kütləvi təşkilatlanma, silahlı öz müdafiə qrupları qurmaq, bunlar artıq bir seçim deyildi, bir zərurət idi. 1906-cı ilin ortalarında Əhməd Ağaoğlu bütün Qafqazı dolaşaraq bu təşkilatlanma çabasına öncülük etdi. Oktyabr ayında Difai təşkilatı quruldu. Adıyla Qafqaz Umum Müslüman Müdafiə Komitəsi. Bakı, Tiflis və Gəncə bölgələrində bəyannamələr dağıtılmağa başlandı. Təşkilatın duruşu açıq, ancaq tək boyutlu değildi. Daşnak silahlı gücünə qarşı müsəlmanları yox etməyə yönəlik bir plana heç bir zaman boyun əyməyəcəkdi. Ancaq qarşı tərəf gerçək bir qardaşlıq və birlik təklif edərsə, o qapını da bağlamayacaqdı. Sülh tək tərəfli bir diləklə qurulmurdu. Difai sonuna qədər özünü müdafiə etməyə hazır idi.
Təşkilatlanma sürətlə böyüdü. Bir il içində üzv sayısı 1000 nəfəri aşdı. 900'ü silah tutabilen insanlardan ibarət idi. Gəncə, Şuşa, Zəngəzur, Qaryagin, Cavanşir, Qarabağın demək olar hər köşəsində şöbələr açıldı. Ancaq difai yalnız silahla çalışmadı. Xeyriyyə qurumları, oxuma çevrələri, xalqa heyvan oğurluğuna və qan davasına qarşı durma çağrışı yapan toplantılar düzənləndi. Şəhərlərə gələn üzvlər maddi ehtiyac öyrənmək bəhanəsi ilə xalq arasına girib təşkilatlanmanı genişlətdilər. Bu bir intiqam şəbəkəsi deyildi. Bir millətin öz ayaqları üzərində durma iradəsi idi. Və bu iradə elə gücləndi ki, bir Rus valisi belə raporunda etiraf etmək məcburiyyətində qaldı. Təşkilat öz siyasi özünə hələ tamamlanmamış bir sosial demokrasi kimi görünürdü. Ancaq milli bir zəmində irəliləyirdi. Əhməd Ağaoğlu Bakıdakı Mərkəzi Komitənin başındaydı. Redaktörlüyünü etdiyi İrşad qəzetində təşkilatın proqram layihəsi yayımlandı. Ancaq bu görünürlülük ağır bir bədəl gətirdi. Təqiblər, cinayı ittihamlar, yoldaşlarının evlərində gizlənərək keçirilən aylar. Mətbuatda ona pan-türkist damğası vuruldu. Polis peşinə düşdü. Osmanlıda ikinci məşrutiyyət elan edildiyində artıq Bakıda qala biləcəyi bir zəmin qalmamışdı. 1909-cu ilin ortalarında 40 yaşında bir adam olaraq gizlicə İstanbula köçdü. 40 yaşında bir mühacir, ancaq arxasında qoyduğu təşkilatlı bir dirənişin gələnəyi idi. Əli Abbas Müznib onun və Əli bəy Hüseynzadənin ölkəni tərk edişini illər sonra bu şəkildə özetləyəcəkdi. Onların gedişi Qafqaz millətini başsız, öncüsüz qoymuş kimi idi. Çünki o adamlar dilsizlərin dili, karların qulağı və körlərin gözü idilər. İstanbul ona yeni bir səhnə açdı. Yoldaşlarının yardımı ilə Türkiyədə deyilən vakıf və ya vəqf məktəbləri müfəttişi olaraq çalışmağa başladı. Qısa müddətdə Süleymaniye kitabxanasına müdir təyin edildi. Eyni zamanda Darülfununda Türk-Moğol tarixi və Rusca dərsləri verdi. Türk yurdu cəmiyyətində yer aldı. Türk ocaqlarının qurucuları arasına qatıldı. Millət vəkili seçildi. Qəzetlərə dayanmadan yazdı. Türk dünyasının mədəni birliyini, siyasi bölünmüşlüyünü, məzhəb fərqlərinin yaratdığı zəfi araşdıran uzun bir məqalə dizisi qələmə aldı. Birinci Dünya Savaşı partladığında səsini daha geniş bir səhnəyə daşıdı. Rusiyadakı Türklərin məzlum durumunu Avropanın gündəminə gətirmək üçün konferanslar verdi, yazılar yazdı. Hatta Amerika Başkanı Wilsona özel bir çağırış göndərdi. Osmanlının savaştan məğlub çıxması yalnız özü üçün deyil, bütün Türk dünyası üçün ağır bir zərbə idi. İngilis komandaçılığı onu İstanbul'da saxlatdırdı. Osmanlının öndə gələn adları ilə birlikdə Malta adasına sürgün edildi. Orada keçirdiyi çətin aylarda qələmini buraxmadı. Ən dəyərli nəzəri əsərlərindən biri olan Üç mədəniyyəti elə o həbsxanada yazdı. 1921'də azad edildiyində Sovet Azərbaycanına qayıtmanı bir an düşündü. Ancaq qurtuluşun yalnız Osmanlı Türklüyü üzərindən mümkün olacağına inanıb Ankara'ya getdi. İstiqlal Savaşında kritik vəzifələr üstələndi. Anadolu Ajansını qurdu və ilk rəisi oldu. Ankara Üniversitesində və ya danışgahında anayasa hüququ dərsləri verdi. Kars'ın millət vəkili seçildi. Yeni Türkiye'nin quruculuğuna birbaşa qatıldı. Konjüktüre uymayan, ilçələrindən heç bir zaman güzəşt etməyən bir adam kimi. Bu uzlaşmayan duruş ona sayısız dost kazandırdı. Eyni zamanda güclü düşmənlər də ona bağışladı. Tək partili yönetimine qarşı sərbəst firqə təşəbbüsündə yer aldı. Bu təşəbbüs boğulduğunda jurnalistliyə və müəllimliyə geri döndü. 1930-cu illər verimli bir dövr oldu. Məqalələr, kitablar, dərs vəsaitləri.
May 1939'da dünyaya gözlerini yumdu. Yazdıklarının bir bölümü ölümünden sonra basıldı. Bir bölümü bugün hələ də oxucusunu gözləyir. Əhməd Ağaoğlu həyatının sonunda öz mirasını bir cümlə ilə özətləmişdi. Yazdığı məqalələrin hamısı bir araya gətirilsəydi, Bakıdan İstanbula qədər uzun bir yol edərdi. 70 illik bu yol bugün hələ də qarşımızdadır. Həqiqi millətçilər deyə yazmışdı bir gün. Öz millətini tənqid etməkdən çəkinməzlər. Onun eyiblərini, nəqslərini, xəstəliklərini açıqca deməkdən geri durmazlar. Çünki bir milləti gerçəkdən sevmək ona ayna tutmaqdan keçər. Bəzədilmiş bir yalanla deyil, çılpaq və yalın bir gerçək və həqiqətlə. Şuşadakı o dışlanmış uşağın yarası, Parisdəki kimlik axtarışının fırtınası, Kaspinin sütunlarındakı kəskin qələm, difainin təşkilatlı dirənişi, Maltanın qaranlıq hücrəsində yazılan nəzəri miras, hamısı bir millətin öz ayaqları üstündə dura biləcəyinin sübutu olaraq qarşımızda dayanır. Bu mirasın sahipləri hələ ona borcludur. O səsi susturmamaq, o dirənişi bugünə daşımaq. Azadlıq və ədalətin bu bölümü burada sona çatır. Araz News radiosundan mən Altay Urmulu. Növbəti görüşümüzə qədər sağlıqla qalın, Araz News'da qalın.